Alfa kursunun 7-ci bərnaməsinə xoş gəlibsiniz. Adəm, haradasan? Bu elə o sualdır ki, rabitənin qət olduğu zaman Tanrının ağzından çıxır. Bu sözün içində olan gəmi, bəlkə də müqəddəs kitabın heç yerində görməyək. Və nə deyim ki, bu qəmli sual insan tarixinin bütün əsrlərində Tanrının ağzından çıxır. İnsan, haradasan? Bundan sonradır ki, xilqət hekayəsində təzə bir dönəm, təzə bir fəsil başlanır və görürük də ki, belə bir müqəddəs Tanrı, elə bir məhəbbətə malikdir ki, özünü bu təhlükəli vəziyyətə salmış insanı istəyir ki, nicat versin və onun üçün də nicat planını başlayır. Ətiq əhdin bütün yerlərində biz elə buna şahidik ki, necə Tanrının məhəbbəti və onun müqəddəsliyi ikisi də bir-biri ilə qol-qola gedir. Elə ki, bu nicat nəxşəsinin vəsiləsi ilə kəsilmiş rabitə təzədən bərqərar olsun. Elə buradadır da ki, Tanrının nə qədər səbirli olduğu da göz qabağına çıxır. Çünki bəşər bu itmiş vəziyyətində görürük ki, necə dalbadal dayanmadan Tanrının müqəddəsliyinə əhanət edir və Tanrı məhəbbətli bir ata kimi bunların hamısına dözür və qolları onun qayıdışı üçün daim açıqdır. Aya müqəddəs kitabın əsl mövzusunu xatırlayırsınız? Sizə bu haqda demişdim ki, onun əsl mövzusu Tanrı ilə insan arasında olan rabitədir. Buracaq söhbətlərimizdə o mətləblərə baxdıq ki, müqəddəs kitab əsasən Tanrı haqqında deyir. Lakin müqəddəs kitab ancaq Tanrı haqqında danışmır. Bu rabitədə olan başqa şəxsdən də danışır. Yəni, biz insanlardan. Müqəddəs kitab insanı da həqiqi bir şəkildə gözümüzün qabağına qoyur. Müqəddəs kitab insan haqqında deyir ki, onu Tanrı yaradır. Həm də öz şəkil və surətində. Və bunu da göstərir ki, Tanrı öz ruhunu insanın içinə də üfürür və elə bu ruhun vasitəsilə insan həm canlı bir məxluq olur, həm də Tanrı ilə ikitərəfli bir rabitəyə girə bilir. Tanrı bu amacda ki, insanla olan rabitəsi düzgün bir şəkildə əməl etsin, bu rabitənin həddi hüdudunu müşəxxəs edir. Baxın, Tanrı nəinki şəxsiyyətli bir Tanrıdır, rabitə içində olan bir Tanrıdır da. O, öz zatında olan şəxsiyyətləri arasında rabitə içində yaşayır və görürük də ki, öz surət və şəklində yaratdığı insanla da istəyir ki, rabitə içində yaşasın. Bilirsiniz, bir rabitəyə qüvvət verən nədir? Azad iradə. Bu ki, rabitədə olan o iki tərəfin azad iradəsi olsun ki, o rabitədə qalıb qalmamaqlarını seçə bilsinlər. Rabitəyə qorxu və dəhşət hakim olmasın. Elə bu da insanı daim seçimlə rast gətirirdi. İnsan azad iradəyə sahib idi və hər an buna qərar verə bilərdi ki, artıq o rabitədə qalmasın. Tanrının bu sözü ki, o ağacın meyvəsindən yeməsinlər, bir nəhvinlə bu rabitənin necə olmasını izah edirdi və onun hüdudunu təyin edirdi. Və insana daim bunu xatırladırdı ki,
olduğu rabitə ona nə təəhhüdləri lazım edir. Amma bir zaman gəlir ki, insan qərar versin ki, artıq bu rabitədə o cür ki, tarı onun çərçivəsini təyin etmişdi, qalmasın. Və elə bu qərar da onu elə bir vəziyyətə salır ki, insan özünü itmiş görür. Həm özü haqda, həm də tarı haqda. Və elə bu vəziyyətdədir ki, tarının səsini eşidir insan haradasan. Və maraqlı mətləb də budur ki, tarının bu səsi insan tarixində hələ də gür bir səsinə eko salır. Çünki 21-ci əsrin insanı Ədəm bağında olan insan qədər o da itmiş vəziyyətdədir. Tarının səsi hələ də ekosunu salır. İnsan haradasan? Həqiqət bu idi ki, insan buna qərar vermişdi ki, hər şeyin mərkəzi, hər şeyin mehvəri özü olsun və rabitəsini artıq özü tərif etsin. İnsanın bu təlaşı bais oldu ki, tarı ilə olan rabitəsi pozulsun. Çünki bu tarının müqəddəs zatı ilə cür gəlmirdi. Amma insanın hesab etmədiyi bu idi ki, tarı olmadan onun da həyatı öz axırına yetişəcək. İnsan tarının o ixtar sözünü ciddi almamışdı və hələ də almır. Bilir ki, hər qədəmində ölüm onu necə gözləyir, lakin hələ də elə yaşayır ki, elə bil əbədə kimi diri qalacaq. Ölüm o acı həqiqət idi ki, insanın bu seçimi onun qədərinə hakim etdi və ölüm qorxusu həyatını elə bürüyüb ki, hətta onun adını belə istəmir eşitsin. İnsanın müşkülü o zamandan başladı ki, tarının hüzuru onun həyatından getdi. Tarının hüzuru getdikdə insan da ki, ruhani bir mövcud idi, ruhani baxımdan öldü. Artıq tarının ruhu onda değildi ki, ona əbədilik versin. Artıq tarının ruhu onda değildi ki, onun suallarına cavab versin. İnsan artıq o əsas suallarına ki, haradan gəlib, haraya gedir, bu həyatdan məqsəd nədir, cavabı yox idi. O artıq itmiş bir vəziyyətdə hər şey haqqında qaranlıq içində yaşayırdı. Tarının hüzurunun olmaması onun həyatını cavabsız suallarla doldurmuşdu və bu da həyatına qorxu və dəhşət hakim etmişdi. Tarının bu sualı ki, Adəm haradasan, onun üçün deyildi ki, tarı onun cavabını bilmirdi. Xeyr, tarı yaxşı bilirdi ki, Adəm nə vəziyyətdədir. O, bu sualından istəyirdi ki, Adəmi özünə gətirsin və Adəm də harada olduğunu bir anlasın. Və insanın cavabı bu sualın qabağında
ancaq bir söz idi. Bilmirəm. Çünki bu itmiş vəziyyətdə heç şey artıq ona tanış değildi. İnsan çox acı bir həqiqətinə üzbəüz idi. Mən itmişəm. Və bu elə həmən acı həqiqətdir ki, Yaradılış kitabının 3-cü fəslindən sonra insanı o vəziyyətdə görürük. Tanrının ruhu insanın vücudundan getdikdə, insan indi itmiş bir vəziyyətə düşmüşdü. Və buna inanmaq ona çox ağır gəlirdi və gəlirdi. Buna görə də qorxu və dəhşət üzündən əl-ayağını itirmiş vəziyyətdə, panik vəziyyətdə hər yerə üz gətirir ki, bəlkə bir nəhvinə itirmiş məqsədini tapsın, lakin itmiş insana heç bir yol yoxdur. Bilirsiniz, məktəblərimizdə polis bizim uşaqlarımıza nə tövsiyə edir? Bunu ittiği zaman oraya buraya qaçmayın. Olduğunuz yerdə durun, elə ki məqsəddən biri gəlib sizi tapsın. Çünki əgər itmiş vəziyyətdə daim oraya buraya qaçaq, tapılmağımızı daha da çətin edirik. Bizim ehtiyacımız budur ki, bir nəfər məqsəddən gəlib bizi tapsın. Amma biz insanlar buna dözə bilmirik. Dəhşət üzündən əl-ayağımızı itiririk. Və bu elə həmən vəziyyət idi ki, Adəm özünü onda tapdı. Bilirsiniz, bu vəziyyətdə insan nə edir? Məqsədi tapmaq üçün daim oraya buraya qaçır. Və onun bu işi özünü cürbəcür dinlər, cürbəcür fəlsəfələr yaratmaqda görsədir. Və insan elə düşünür ki, özü düşündüyü, özü qayırdığı dinlər və fəlsəfələr onu məqsədə çatdıracaq. Amma nə deyim ki, acı həqiqət hələ də qüvvədədir. İtmiş insan hələ də itmişdir və məqsədi tapa bilmir. Məgər bu ki, məqsəddən biri onu axtarmağa gəlsin. Hətta belə də olsa, insanı tapmaq çətindir. Çünki bir yerdə dayanmır ki, tapılsın. Dəhşət içində daim bu dindən o dinə, bu fəlsəfədən o fəlsəfəyə, bu fikirdən o fikrə qaçır və çalışır ki, onların vəsiləsi ilə məqsədi tapsın. Amma itmiş bir insan məqsədi tapmağa qadir deyil. Çünki əgər məqsədin harada olduğunu bilsəydi, elə o əvvəldən itməzdi. Bu insan üçün lazımdır ki, biri məqsəddən gəlib, onu axtarıb tapsın. Və buradadır ki, müqəddəs kitab mühüm bir həqiqətdən söz edir. Müqəddəs kitab deyir ki, Tanrı insanın olduğu bu itmiş vəziyyətini günah çağırır. Günah, yəni insanla Tanrı arasında olan rabitənin kəsilməsi ki, bunun nəticəsi insanın itmiş vəziyyətidir. Sözümə lütfən diqqət edin. Günahdan danışanda mən bir kəlmə üstündə əmdən təkid etdim. Vəziyyət kəlməsi üstündə. Baxın, biz dini təcrübələrimizə dayanaraq günahdan müxtəlif təriflər, müxtəlif izahlarımız var. Və bunların hamısı bir mətləbdə eynidir. Bizə günahın əməl olduğunu deyir. Bu düşüncələrə dayanaraq günah məhdud olur bir iddə işin əncam verməsinə, bir iddə işin də əncam verməməsinə. Lakin Tanrının düşüncəsində günah bu deyil. Tanrının düşüncəsində günah əməl deyil ki, onun etməsi ilə pis və ya onun etməməsi ilə yaxşı ola.
Tanrının nəzərində günah bir vəziyyətdir. İnsanın olduğu həmən itmiş vəziyyət və insanın bu vəziyyətdə etdiyi hər əməl səhvdir, qələtdir. Qoyun bu barədə sizə aydın bir misal gətirim. Bu günlər insanların çoxu futbol oyununu bilirlər. Həm də çox sevirlər. Futbol meydanında bir yer var ki, ona cərimə məntəqəsi ya da offside deyilir. Bu məntəqədə sizin nə yaxşı futbolçu olduğunuz mühüm deyil. İstər Beckham olasınız, istər Qəzənfər. Fərq etməz ki, istər Maradona olasınız, istər Güləmbər. Fərq etməz ki, atılasız, bərəks, qeydsi vurub topu qola taxasız, yenə mühüm deyil. Çünki qəbul deyil. Stadionda hətta bütün tamaşaçılar ayağa qalxıb, haray çəkələr, əl çalalar, bağıralar, yenə fərq etməz, qol qəbul deyil. Davər fit çalıb əmr edir ki, topu ortaya qoysunlar. Tamaşaçılar mümkündür bunu bəyənməsinlər, davəri yamanlasınlar, ona pepsi şüşələri atsınlar. Amma yenə fərq etməz, cərimə məntəqəsində hər nə edəsən qələtdir. Tanrının gözündə ki, bizim davərimiz elə odur, bizim hakimimiz elə odur, biz insanlar cərimə və offside məntəqəsindəyik. Burada nə etsək, istər yaxşı əməl olsun, istər pis əməl, istər dini ayinlər olsun, istər cinayət, hamısı foldur, qəbul olunmaz. Buna görə də Tanrı Eşaya Peyğəmbərin kitabında insana belə deyir. Gəlin bir-birimizlə mübahisə edək və mən sizə görsədərəm ki, əynizdəki paltar nə qədər kəsif, nə qədər kirlidir. Halbuki siz onun təmiz və şik olduğunu düşünürsünüz. Doğrudan da mühüm deyil ki, başqa insanlar bizim dini ayinlərimizin yerinə yetirməsini gördükdə bizi nə qədər yaxşı insanlar güman etsinlər. Mühüm olan budur ki, Tanrı bizi necə görür? Çox təəssüf ki, burada acı bir xəbər var. Biz hamımız offside məntəqəsindəyik. Buna görə də nə etdiklərimizin 10 şayda dəyəri yoxdur. İstər Peyğəmbər olaq, istər bir qatil. İkimiz də həmən vəziyyətdəəsirik. Bəlkə də elə düşünürsünüz ki, artıq yaxşı əməllərin etməsinin nə faydası var? Amma belə deyil. Əgər biz bu günah vəziyyətini düzgün dərk etsək, başqa şeylər də öz dürüst yerlərini tapacaq. Müqəddəs kitab böyük bir həqiqəti aşkar edir. Müqəddəs kitab deyir ki, bütün insanlar bu vəziyyətdədirlər və deməli, su bulağın elə o başından kirlidir. Amma biz öz məzhəbi təcrübələrimizə əsasən belə düşünmürük. Bizim bu məzhəbi təcrübələrimiz morfin kimi əməl edir. Bizim fikirlərimizi elə nəşələndirir ki, Tanrını bir baqqala çeviririk ki, elə bir tərəzi başında oturub və bizim yaxşı əməllərimizi onun bir kəfinə, pis əməllərimizi də onun o biri kəfinə qoyur. Və elə sanırıq ki, qədərimizin nə olduğunu bu tərəzi təyin edəcək. Doğrudan da ki, bundan lap məsxərə bir şey ola bilməz. Gəlin, fərz edək ki, elə belədir.
o zaman yaxşı ilə pisi ölçən tərəzi daşı nədir? Müxtəlif dinlərin bu barədə müxtəlif ölçü daşları var və bu barədə vahid bir ölçü yoxdur ki, mizan qoyulsun. Görürsünüz, dinlərin yaratdığı tarı, onu yaratdığı insanların kiçik beyinləri qədər kiçikdir. Belə bir tarı ancaq itmiş insanın fikrindən çıxa bilər. Görün, İsa Məsih bu ölçülər barədə nə deyir? Eşidibsiniz ki, qədim zamanların adamlarına deyilmişdi, adam öldürmə. Kim adam öldürsə, gərək mühakimə olunsun. Amma mən sizə deyirəm, kim qardaşına səbəbsiz hirslənsə, gərək mühakimə olunsun və kim qardaşına axmaq desə, millət məhkəməsinin qabağında xatakar olacaq və kim sən ey axmaq desə, cəhənnəm oduna müstəhəq olacaqdır. Görürsünüz, İsa'nın sözünə görə İnsan tarı nəzərində qatil çıxa bilər, hətta əgər etdiyi əməl hirsdən artıq da olmasa. Çünki İsa deyir ki, əgər qardaşına səbəbsiz hirslənəsən, elə o anda onu öldürürsən. Sözünə davam verir İsa. Eşidibsiniz ki, qədim zamanların adamlarına deyilib, zina etmə. Amma mən sizə deyirəm, bir arvada şəhvətlə baxan hər adam ürəyində onunla zina etmiş olur. Görürsünüz? İnsan tarı nəzərində zinakar çıxa bilər, hətta əgər etdiyi əməl şəhvətli gözünə baxmaqdan artıq olmaz. Hətmən diqqət edirsiniz ki, tarının nəzərində olan günah mənası bizim nəzərimizdə olan mənalarla çox fərq edir. Tarının nəzərində günah əməl deyil, itmiş bir vəziyyətdə olmaqdır. İnsan tarı haqqında itmiş bir vəziyyətdədir. Elə bir vəziyyətdə ki, nə özü barədə bir şey bilir, nə də tarı barədə. Daha doğrusu, insan bu vəziyyətin əsiridir və bu əsarət elədir ki, o öz gücü ilə, öz fikri ilə, öz iradəsi ilə bu əsirlikdən qurtara bilməz. Müqəddəs kitabın bu barədə dediyi həqiqət budur. Buna görə də əzizlərim, günah haqqında düşünən zaman lütfən əməl haqqında yox, vəziyyət haqqında düşünün. İnsanın əsir olduğu vəziyyət haqqında, o vəziyyət ki, onda tarı ilə olan rabitəsi pozulub, o vəziyyət ki, onda lap mühüm suallarına cavab tapmır. İnsan haradadır? Kaş ki, harada olduğumuzu bilsəydik. Müşkül buradadır ki, itmiş olduğumuzu
qəbul etmirik. Çünki əgər qəbul etsəydik, dayanardıq və gözləyərdik ki, biri məqsəddən gəlsin və bizi tapsın. Biz çalışırıq gözümüzü bu vəziyyətə yumaq və onun həqiqi olduğuna inanmayaq. Lakin belə vəziyyətdə yaşamaq ancaq qorxu və dəhşət gətirmir, insanın başına başqa bəlalar da gətirir. Müqəddəs kitabın bu barədə dediyi ilk söz budur ki, bütün insanlar bu vəziyyət içindədirlər. İstər peyğəmbər olsun, istər qatil. Peyğəmbəri peyğəmbər edən, qatili də qatil edən onların əməlləridir ki, onları bizə yaxşı ya da pis edir. Halbuki müqəddəs kitab əməldən yox, vəziyyətdən danışır. Onların ikisi də bu vəziyyət içindədirlər. Cədid əhdə Pulos Həvari Rumlulara yazdığı məktubun 3-cü fəsil 23-cü ayəsində belə deyir: hamı günah edib və Tanrının izzətindən məhrum qalıb. Başqa bir sözdə, yəni hamı günaha bulanıb, hamı günah vəziyyətindədir. Niyə? Çünki o zaman ki Adəm bilərək və öz azad iradəsinə əsasən Tanrı ilə olan rabitəsini pozdu, itmiş vəziyyətinə düşdü. Və onun bu vəziyyət içində olması bais oldu ki, ondan əmələ gələn bütün insanlar bu vəziyyətin içində dünyaya gəlsinlər. Bunun nəticəsində də bütün insan nəsli itmiş ya da günah vəziyyətində doğuldu. Doğru ki, bu vəziyyət bu insanların öz seçənəkləri deyildi, lakin bu mətləb, bu acı həqiqəti əsla dəyişmir. Onlar itmiş və ya günah vəziyyətində doğulmuşdular. Buna görə də Tanrının kəlamı deyir ki, hamı günahdadır. Bəzi vaxtlar görürük ki, bəzi adamlar çox fəxrlə deyirlər, biz dədə babadan filan xanın ya da Bəhman padişahın nökəriyik. Onların bu sözü bu deməkdir ki, mən də nökərəm, atam da nökərimiş, babam da nökərimiş, onun atası da nökərimiş və get tut. Başqa bir sözdə, nökər olmaq mənim öz seçənəyim deyil, lakin nökərçilikdə doğulmuşam. Ona görə də nökərəm. İnsanlar da belə bir vəziyyətdə doğulublar. Doğrudan da ana qarnından doğulan uşaq elə doğulduğu vaxt günahkar sayılır. Onun üçün yox ki, günah edib, onun üçün ki, günah vəziyyətində doğulub və bu vəziyyətin əsiridir. Bu vəziyyətdə olduğu üçün günah etmə qüvvəsi onun içində var. Fürsət tapdıqda əməl edəcək və siz bu vəziyyətdə olmağın səmərini, meyvəsini ondan görəcəksiniz. Günah əməli, günah vəziyyətinin səməridir. Siz onun üçün günahkar deyilsiniz ki, günah edirsiniz. Yox, siz günahkar olduğunuz üçündür ki, günah edirsiniz. Günahkar olmaq, yəni günah vəziyyətində doğulmaq. Əgər günaha vəziyyət kimi yox, bir əməl kimi baxaq, özümüzü başqa insanlarla müqayisə edəcəyik. Və o adamın etdiyi pis iş üçün biz özümüzə fəxr edəcək. Çünki o, məsələn, oğurluq edib və biz etməmişik. Belə zamanlarda insan daim bu çalışda olar ki, etdiyi yaxşı işlər üçün fəxr etsin və etdiyi pis işləri daim gizli saxlasın. Buna görədir də ki, qatilin fəxri bu olur ki, oğru deyil. Oğrunun fəxri bu olur ki, zinakar deyil. Zinakarın fəxri bu olur ki, qatil deyil və tut get. İnsan özünü beləcə aldadır. Çünki haradasan sualına istəmir ki, düzgün bir cavab versin.
30 ildən çoxdur ki, xidmətdəyəm və bu illər ərzində ələ gətirdiyim təcrübə mənə bunu göstərir. İnsanların müşkülü bu deyil ki, vahid tarı necə zatında vahid, lakin şəxsiyyətində üçdür. Bu deyil ki, müqəddəs kitab təhrif olub ya yox. Bu deyil ki, tarı özünü necə insana aşkar edir. Xeyr, insanın müşkülü budur ki, özü haqqında aşkar edilən həqiqəti qəbul edə bilmir. İnsan itmiş ya da günah vəziyyətindədir. Lakin müsibət burada başa gəlmir ki, günah vəziyyətinin insanda nəticələri də var. Birinci nəticə budur ki, günah insanı başdan başa bulayır. Virus kimi onun vücuduna oturub rüşd edir və onun hər yerini tutur. Markos rəvayət etdiyi İncilin 7-ci fəslində görürük ki, adamlar necə İsa'nın yanına gəlirlər və öz məzhəbi təcrübələrinə əsasən İsa'nın şagirdlərindən irad tutub onlara deyirlər ki, nə üçün yuyulmamış əllərinə yemək yeyirsiniz? Və İsa belə sualların qabağında belə deyir. Eşikdən insanın içinə girən onu nəcis etməz. İnsanı nəcis edən onun içindən, onun ürəyindən çıxanlardır. Kin, düşmənçilik, paxıllıq, həsəd, pis düşüncələr, şəhvət. İsa deyir ki, belə şeylərdir ki, insanın ürəyindən qaynaq alır. Çünki insanın ürəyi artıq təmiz deyil, günaha bulaşıb, kirlənib. Günah beləcə insanın ürəyini, insanın vücudunu bulayıb. Onun üçün də hər şeyi nəcis edən insanın öz ürəyində yer alıb. Yemək insanı nəcis etməz. Çünki onun qəlb və ruhu ilə heç bir şey yox. Mədəyə girir, oradan da ifraz olunur. Pis fikirlər, paxıllıq, qeybət, böhtan, oğurluq, tamah və belə-belə şeylərdir ki, insanı nəcis edir. Günah vəziyyətində olmaq insanı bulayıb. Günah vəziyyətində olmaq insanın iradəsini də əsir edir. Pulos Həvari Rumlulara yazdığı məktubun 7-ci fəslində günah vəziyyəti barədə belə deyir. Yaxşı işin əməl etməsinə özümdə qüvvət görmürəm və gücüm də yoxdur ki, pis işi yerinə yetirməyim. İnsanın müşkülü, əzizlərim, bilməmək deyil, edə bilməməkdir. Pulos bu haqda deyir, vay mənə, gör nə əsir adamam. Əlbəttə ki, əsir bir adamam. O zaman ki, günah insanın vücudunu bulayır, onun iradəsini əsir edir. Onda artıq azad iradə yoxdur. İsa Məsih bu haqda belə deyir, günah edən hər kəs günahın quludur. Başqa bir sözdə, hər kəsdə ki, günahın səmərə və meyvəsi görünür, o adam deməli, günah vəziyyətindədir və əsir bir adamdır da. Buna görə də məsəl dediyi kimi, küzədən elə içində olanı eşiyə sızar. Günah fəqət bizim vücudumuzu bulamır, günah fəqət bizim azad iradəmizi əsir etmir, bizim qədərimizə ölümü də hakim edir. Necə ki, Adəmin hekayəsində də gördük. Müqəddəs kitab aydınca deyir ki, günahın nəticəsi ölümdür. Elə bu ölüm də nə qədər aydın günahın bir həqiqət olduğunu açığa çıxardır. Günah vəziyyətində olan hər kəs ölüm. Ölüm günahın insan həyatına gətirən nəticədir. Həm ruhani, həm də cismani. Baxın, bizim
həyat barəsində olan mənalarımız da səhvdir. Həyat demək, ölümün olmaması deməkdir. Həyatın öz içindəki ölüm ola bilməz. Biz anadan doğulan hər uşaq üçün sevinirik, lakin bunu da bilirik ki, əbədə kimi yaşamayacaq. Bir gün o da öləcək. Ona görə də bizim yaşadığımız bu həyat doğrusu həyat deyil, tədrici ölümdür. Görürsünüz, günah vəziyyətində olmaq insanın başına nə gətirir? Əvvəl onun vücudunu bulayır, şirlədir, bir virus kimi. Sonra onun iradəsini əsir edir, ona hökmdarlıq edir. Elə ki, insan artıq qadir olmur ki, istədiklərini yerinə yetirsin, istəmədiklərindən də özünü uzaq saxlasın. Sonrası da insanı ruhani və cismani cəhətdən ölümə verir. Amma müsibət burada başa gəlmir ki, günah vəziyyətində olmaq insanla Tanrı arasına böyük bir ayrılıq salır. Eşaya kitabının 59-cu fəslində Tanrı belə deyir. Bax, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Tanrınızla sizin aranızda ayrılıq salıb, günahlarınız səbəb olub ki, üzünü sizdən döndərsin, elə ki, eşitməsin. Bu mətləbdir ki, bizim qəlb və ruhumuzu alt-üst edir. Çünki buracaq günah barəsində belə düşünmürdük. Günahı əməl görüb çalışırdıq ki, onun acı meyvələrini dərib ataq və ümid edək ki, inşallah gələn il yaxşı meyvə verər. İnsan Tanrını öz həyatından eşiyə salmaqla özünü itmiş bir vəziyyətə salıb. İnsan həyatın məqsədindən azıb. Günah vəziyyəti insanın vücudunu bulayıb, kirlədib, günah vəziyyəti insanın azad iradəsini əsir edib, günah vəziyyəti insanın həyatına ölümü hakim edib. Günah vəziyyəti insanla Tanrı arasına ayrılıq salıb və onu Tanrıya düşmən edib. Nə böyük bir müsibət. Görəsən, kim onu bundan qurtara bilər? Kaş ki, insanlar bir dəfə də olsa mətləbə bu pəncərədən baxıb və Tanrının onlar barədə dediyi sözə qulaq asaydılar. Siz özünüzü necə görürsünüz? Siz bu mətləbə necə baxırsınız?